Baytarlıq preparatlarının dövlət qeydiyyatına alınması niyə vacibdir? Baytarlıq preparatlarının dövlət qeydiyyatı hər bir ölkənin qida təhlükəsizliyi, ictimai sağlamlıq və heyvan rifahı siyasətinin ayrılmaz tərkib hissəsidir. Müasir dövrdə qlobal ticarətin genişlənməsi, yeni zoonoz xəstəliklərin meydana çıxması, antimikrob rezistentliyin artması, intensiv və heyvandarlıq təsərrüfatlarının çoxalması, baytarlıq preparatlarının qeydiyyatının strateji əhəmiyyətini daha da artırır. Qeydiyyatсız və ya müvafiq qiymətləndirmədən keçməmiş preparatların istifadəsi həm heyvan populyasiyaları, həm də insanlar üçün birbaşa və dolayı təhlükə yarada bilər. Dövlət qeydiyyatı ilk növbədə preparatın tərkibinin, təsirci maddəsinin, farmakoloji xüsusiyyətlərinin və istehsal prosesinin şəffaf şəkildə qiymətləndirilməsinə imkan verir. Bu mərhələdə keyfiyyətə dair bütün göstəricilər, xam malın mənşəyi, laborator nəzarət protokolları, saxlanma şəraiti və preparatın dağınıqlıq göstəriciləri tam şəkildə araşdırılır. Keyfiyyətə nəzarət yalnız hazır məhsul deyil, həm də istehsal zamanı bütün mərhələlərin standartlara uyğunluğunu təsdiqləyir. Nəticədə həm bazarda saxtalaşdırılmış, tərkibi dəyişdirilmiş və ya texniki cəhətdən uyğunsuz məhsulların dövrəyə daxil olmasının qarşısı alınır, həm də istehsalçıların məsuliyyəti artmış olur.